Hər kəsə salam dostlar, necəsiz? 2 gündür başımız qarışıqdır. Məryəm çox pis xəstələnib, məktəbə belə getməyibdi. Bugün də Kərim xəstələndi. Bugün də Kərim xəstələndi. Sağ olsun Məryəm, necə olur olsun. Təmasda ola qripi keçirdi Kərimə. Ona görə başımız biraz qarışıq idi. 2 gündür vlog paylaşa bilmirdik. Səhərə qədər inanın ki, yatmamışıq. Uşaqların qızdırmasından, bir də bizim bu qaşıq trendi var deyə, onun da müştəriləri inanın ki, bir dəqiqə vaxtımız olmur. Yəni, üzürlü son YouTube üçün vlog çəkə bilmirik. Belə də evdə olduq qızlar. Uşaqların xəstələnməyinə görə də qızdırmalar falan oldu. Heç yerə çıxa bilmədik. Ancaq vacib sifarişləri qaça-qaça getdik, hazırladıq, yola saldıq. Ona görə istəmədim ki, sizə sıxıcı bir vlog çəkim. Lift. Mən çağırmışım. Hə, gəl. İstəmədim sizə sıxıcı bir vlog çəkim. Bunu tut məncə olmalıdır. Hə, indi biraz qızlar, işlərimiz var, gedirik onu həll eləməyə. Daha doğrusu Bakıda yaxşı salari əgər istəyirsinizsə, axtarırsınızsa, indi gedəcəyimiz mərkəzə gedə bilərsiniz. Yəni reklam deyil, illərdir getdiyimiz bir yerdir. Ona görə bölüşürəm ki, dərvizi belə deyim də, qurutmayan, ləkə salmayan, yaxşı bir keyfiyyətli bir yer belə istəyirsinizsə, indi biz gedəcəyimiz mərkəzə gedə bilərsiniz. Ta subay vaxtımdan daimi mən yəni o mərkəzə getmişəm həmişə. İnşallah mənim bu ay işlə bağlı bir səfərim var. Səfərdə olacağım. Təbii ki, həmişə səfərdə olanda bizdə həm ziyarət, həm ticarət söhbət olur. Ona görə yüngül var. İstəyirəm ki, biraz yay moduna keçim. Bir damcı, çox az, çox yox, bir damcı zaqar alım. Gedirik indi Salariyə, indi oranda çəkəcəm sizə. Ondan sonra qayıdıb gələcək evə. Bugün Pərvinlə ağlımızda çantamda nə var videosunu çəkməkdir. İnşallah əgər çatdırsaq elə bu vlogda çantamızda nə var? Bu arada çantalarımız da eynidir. İçərisinə də inanın ki, bunu elə hədiyyə almışdım. Hə, elə telefonu atmışam, içərisinə çıxmışam. Əgər vaxt olsa çəkəcəm. Bir yerdə görəcək ki, belə evdən çıxanda bu qızların çantasında nə olur? Daha doğrusu bir xanımın çantasında ən vacib şey nədir? Onu çəkəcək, girik. Deməli, gəldiyimiz mərkəz Ayna Sultanovdadır. Paris Beauty Center. İndi çəkəcəm oranı da. O gün qızlar, baxıram ki, çəkdiyimiz videoların bilmirəm niyə kalitəsi çox pis düşüb. Səs çox pis düşüb. Düzdür, bəlkə də küləkdir. İndi də pis düşə bilər, amma mən niyə mikrofon götürmürəm onu bilmirəm. O boyda mikrofona pul vermişəm qızlar. Hər dəfəsində yadımdan çıxır. Niyə səsimiz gəlir və kanaldakı səslər azalır. Külək falan azalır, eybi yoxdur. Yəni bugün də belə idarə eləyən, gələn dəfə də söz verirəm, yadımdan çıxartmayacağam mikrofonumu. Gəldik, çatdıq. İndi görün, çəkim buranıdır. Baxın qızlar. Ayna Sultanovda 8-ci mikrorayondan Ayna Sultanovda. Ayna Sultanov parkıdır. Üzü o tərəfə gənclikdir. Burada Paris Beauty Center. Qarşıda Bravo var. Hə, qarşıda Bravo köhnə oazisin yerində tikilən Bravodur. Burada Paris Beauty Center. Gəldik, çıxdıq qızlar. Pərvin indi içəridədir. Baxın, belə bir şeydir. Pərvindən sonra mən girəcəm. Bu arada qızlar, neçə gündür korfiyə başlamışam. Görün, necə qəşəng arıqlamışam. Bildiyiniz korfiyə başlayan kimi sürətli bir şəkildə arıqlayıram. İnşallah bu dəfə Ramazanda arıqdım. Tam kilo verənə qədər davam edəcəm. Və mən korfiyə ilə bərabər sirkədən də istifadə edirəm qızlar. İkisini də şəklini buradan yerləşdirərəm. Həm korfiyə, həm sirkədən istifadə edirəm. Axşamlar yeməyim əvəzinə salat yeyirəm. Salatın da üzərinə bir qaşıq, yemək qaşığı sirkə tökürəm. Möhtəşəm piy yandırır. Səhərə qədər piy yandırır. Səhərlər də dururam. Dərmanımı içirəm. Mən zob dərmanı içirəm. Dərmanımı içirəm. Biraz keçir, sonra kofimi içirəm və salat. Görün, necə qəşəng arıqlamışam. Yəni, bundan öncəki vloglarıma da baxmışsınız da qızlar. Görürsünüz necə fərq var. Tərəzidə də fərq var. İnşallah tam nəticə alın. Demişdim də 15 gündən sonra baxarsınız bacınıza. Arada dünən üzümə də baxım etmişəm. Ərim belə işıl-işıl. Saçma da baxım etmişəm, üzümə də baxım etmişəm. İndi gəlmişəm, zaqarımızı alaq. Gedək. Salaridən çıxdıq, gəldik, oturduq. Dedik, qoy burada keyfisi də sizlər üçün bu videonu çəkək. Elə sərində bir şeylər içdik. Birinci mənim çantamdan başlayırıq. Niyə? Çünki Pərvinin çantasının hal-hazırda telefonun tutmaq üçün istifadə eləmişik. Çantamız budur qızlar. Pərişdə də budur, məndə də budur. Qoy görək, bu qızların çantasında nə var? İlk öncə aşağıya qoyum. İlk öncə qızlar, bütün qızların da çantasında olduğu kimi təbii ki kaşlok, dollar kaşlok. Bu bağlanan versiyasıdır. Bunların düz versiyası da olur. Daha sonra
Bilmirəm niyə mən 2 kaşlıq gəzdirirəm. Bunun da içərisində kartlarım, belə qəpiklərim olur ki, itməsin. İkinci telefonu. Çörək ağacı bu. Çörək ağacı. Naoşniki. Lola çox sevir. Bir yerə çıxmırıq. Məsələn 20 dəqiqə, 25 dəqiqə futbol olsa da mütləq şəkildə beynini dincəltmək üçün onun sevdiyi musiqilər var. Hansı ki, onun zövqünc olan musiqilər ona qulaq asır və onu çox dincəldir. Qızlar, mənim dərim həddindən artıq qurudu. Bunu mən hər dəfəsində qeyd edirəm. Orada uşaqlar baxır ki, bunlar nə çəkir. Dərim həddindən artıq qurudu. Ona görə çantamda mütləq və mütləq əl kremi gəzdirirəm. Həmişə bu da parfümlü olanda qoxusu çox qəşəngdir qızlar. Yəni, bunu mistiyorun qoxusudur. Bunu vurursunuz, inanın ki, əlinizdən parfümün qoxusu gətirir və bildiyiniz, yəni mistiyorun qoxusu gəlir. Daha sonra Hayda. Deyəcəksiniz ki, bir insan niyə sumkasında bu qədər lip gloss, pomada, nə bilim, nə gəzdirər. Mən manyakam da. Yəni, inanın ki, qızlar, yəni, əlimə elə gəlir, atıram çantamı, amma dodaq nəmləndirici mən həddindən artıq çox sevirəm. Yəni, artıq vloglardan da bilirsiniz ki, gündəlik həyatda aşırı makyaj eləyən biri deyilik. Hansısa məclisə falan gedəndə Pərvindən aşırı makyaj eləyərik. Amma yüngül, normal gəzməyə çıxanda yüngül makyajlar eləyirik. Gündəlik həyatda amma lip glossdur, parfümdür. Yəni bunlar mütləq ki, çantamızda olmalıdır. Bu bizdə satışda olan məhsul idi. Türkiyədən gətirmişdi. Set şəklində idi. Həmən o setin içərisindən çıxıb belə bir rəng verən, həm nəmləndirən, həm də parladan belə bir məhsuldur. Bu hal-hazırda da satışda var. Yəni Dior'un deyil də, onu qeyd edeyim. Dior'un deyil, Dior muadildir. Amma nəmləndirməsi, rəng verməsi falan çox qəşəngdir. Məryəm çiçeği onun orasında. Evdə bir qızınız varsa, bu hər kəsin başına gələ bilən bir şeydir. Bu Revolution'un qızlar. Lip glossdur, amma yüngül rəng verən bir lip glossdur. Bunu isə Türkiyədən yenə gətirmişəm. Bizdə satışda olubdur. İndi bitibdir, düzdür. İndi bu dəfə gedəndə, əgər bu dəfə gedəndə sırf bu seriyaya uyğun bundan görsəm, mütləq gətirəcəm. Bunu ilk dəfə birinci Pəriş götürdü. O qədər Pərvində bəyəndim ki, dedim mən də götürüm. Nasıl bulursun? Hə, belə bir şeydir. Nars muadil gedir bu. Belə bir şeydir. Yəni yüngül rəng verir, çox gözəl də nəmləndirir. Belə saçını göstərir də, dodaqlarımızı. Yəni çox qəşəngdir. Gün boyu dodaqlarımızı nəmli saxlayır. Yəni hamımız restoranlarda falan salfetkanı boynumuza alaq ki, çantamıza atırıq. Yaxşıdır. Yenə hansısa butikə getmişəm, vizit kart götürmüşəm. Bilmirəm nə butik. Bəyəndiyim bir yer olan həmişə vizit kart istəyirəm. 2 ədəd də parfüm çıxdı çantamdan. Qızlar, bunun biri, deyirəm də, mən günlük makyaj eləyən biri deyiləm deyə. Ancaq lip gloss və parfüm görəcəksiniz. Bir də özünə lazım olan əşyalar. Bu Victoria's Secret'in setindən çıxan bir parfümdür. Bu isə, yəni, Libre'nin özü deyil qızlar. Yəni, orijinalı deyil də, muadilidir. Bu nə deyək, bu şıqdır. Orijinalı deyil, yəni muadilidir. Muadil nədir qızlar? Bir çox xanımlar burada var, mən baxıram. Bir məhsulu görən kimi o saat deyirlər ki, orijinal deyil, paddelkadır, nə bilim nədir. Orijinal sözünün nə olduğunu bir çoxları bilmir, amma danışır. Paddelka bilirsiniz nədir? Paddelka odur ki, mən bunun üzərinə Libre'dir, elə Libre yazılan versiyasında alıram, deyirəm ki, bu orijinaldır. Bax, paddelka odur. Bu, yəni bunun üzərində göstər Libre falan heç nə yazılıb. Özünün kodu yazılıb, 10 milyon yazılıb. Buradan gedib hər birimiz bilirsiniz ki, doldurma parfümlər alırıq. Nə bilim, hidəsi olsun, dipisi olsun, hər birimiz alırıq. Bu qəşəng də parfümlərdir də, düzdür. Bu da eyni ilə Çində istehsal olunmuş elə bir doldurma parfümlərdir. Fərqi odur ki, qablaşmasını orijinalından birə-bir eyni edirlər ki, belə qəşəng də kulturunu görsəsin çantaya atanda. Hər biri də 30 millidir. Baxın, valla bura qədər də istifadə eləmişəm. Qoxusu da ki, yəni Libre'nin birə-bir orijinal qoxusu da çox-çox qəşəngdir. 6 saat qalıcılığı var və məni tanıyan realda hər kəs həmişə parfümlərini soruşur. Mən gündəlik həyatda, qızlar, gündəlik həyatda sırf bu bahalı parfümlərə pul verib istifadə etmirəm, açığı deyirəm. Termomun önündə doludur ya, inşallah bir gün sizlə makyaj masamı çəkərəm, görərsiniz. Termomun yəni önü doludur. Amma çəkmək istəyirdim də uşaqlar xəstələrinə uşaqlar xəstələrini də neçə gündə başımız uşaqlara qarşı sırf bu
gündəlik ki, belə məsəl üçün ora çıxıram, bura çıxıram, bura qaçıram, çantama bunlardan atıram, bunlardan istifadə edirəm. Rahat da ürək açıqlıqla mən fərqi yoxdur, orijinal, normal qiymətli parfümü hər 2 saatdan bir yeniləməyi sevən biriyəm. Lap o məndə bir gün qalsa belə mən yeniləməyi sevirəm. Ona görə atıram çantama, ürəklə yeniləyirəm. Mən də eləyəm. Burada nə var ki? Qalsa da qoxu, amma yenə yeniləmək istəyirəm. Çok güzel. Rezin çıxdı, bir də bu çıxdı. Yəni hər yerdə mənə lazım olur bu. Gördüm ki, ürəyim sıxıldı. Gördüm ki, bayaq salariyaya girəndə lazım oldu. Yəni mütləq çantamda və yaxud da harasa yol gedib eləyəndə mütləq istifadə edirəm. Bacımızın çantası baxın içərisində heç nə qalmadı. Bacımızın çantası bu qədər idi. İndi telefonun yerini dəyişək çantalarım. Vermənimlərə. Hə, bir dənə gözə bir dənə çantalarda göstərəm. Çünki bəzi altı ölçəkləri olur ki, deyir, eyni çanta elə göstərir. Onda bir də çantaların yerini dəyişək. Bu çantanı çox bəyənmişdim. Bunu H&M-dən almışdım. Türkiyədən H&M-dən almışdım. Türkiyədən H&M-dən almışdım. Amma yəni çox uzun ömürlü bir çantadır yəni. Pəriş məndən bəyənmişdi. Sonra rəfiqəm də Türkiyəyə gedəndə yaxında çox sağ olsun. Hə, rəfiqəm ailə dostumuz var. İşte o bilmirəm. Dedim ona sağ olsun Pəriş üçün də aldı, gətirdi. Sən belə indi qoy Pərişə keçək. Keçirməyəm çantama. Pərişin qızlar çantası biraz mənimkindən kokuş ola bilər. Yəni həmişə ədəbə çəkimiz. Məndə olar kaşlok amma məndə belə sadə. Bundan satışda var. Bu dəqiqədə var. var. Mən bilmirəm. Başqa bir kaşloka seçdim, mənə uğuru gəlmədi. Gəlmədiyi üçün yenidən qızlar, bu kaşlokumuzun bərəkəti, bu kaşlokumuzun verdiyi enerji heç bir bax neçə kaşloklar almışam. Hətta bu il mənə dedilər ki, sən bürcümdə dedi ki, get qırmızı kaşlok al. Getdim qəşəng bir mağazadan, tanınmış bir mağazadan bir qırmızı kaşlok aldım özümə. Paraya kıydım da bayağı. Heç nə qalıb evdə. Kaşlokum. Eynəyim. Belə deyim də, makyajsız olanda daha çox eynə etməyi. Bu eynəyi çox bəyənirəm mən. Yəni, makyajın olmayanda eynəyi mütləq şəkildə olur. Bunu hədsiz çox bəyənirəm. Kənarları belə şişirdi, bir də dollardı. Bu iki şeylərə məndə bir simpatiya var. Sevirəm, o iki simvolu sevirəm. Belə bir kart qabım var. Kartlarımı ayrı yığıram. Bunun qara rəngi məndə də var idi, xarab amma o məndə də xarab olub, bacı dəyişmək lazım, daşlardadır. Amma Asos'dan almışdıq bunu qızlar, çox qəşəng çıxmışdı. Parfümüm. Bizdə Dolce Gabbana'da bacım, onun birə-bir muadilidir, Koton'dan almışdı səhvləmirəmsə. Türkiyədən də Leyla almışdı, amma yəni sizə deyim ki, Dolce Gabbana'nın özündən daha qalıcılığı çoxdur bunun. Qızlar, mən şirin qoxuları sevirəm. Bu da eyni ilə şirin bir qoxudur. Baxınca Pərvin bitirir, mənim özümdə də var bunun. Bizdə orijinal Dubai sərgi versiyası olan da var, onu bitirmişik tamamilə, biri də stokumuzdadır. Yəni bu qoxunu var da indi bizdə. Şəklini buradan yerləşdirərəm. Az qalıb da əlimizdə bitir artıq. Son 3 ədəd olur. Onu hər bir xanım almalıdır. Hər bir xanımda düzdür. Qiymət cəhətdən biraz yüksəkdir, amma hər qəpiyinə qədər haqqını verən bir parfümdür həqiqətən də. Yəni möhtəşəmdir mənim qoxusundan. Hər bir xanımdan məncə parfümü gəlməlidir də. Bayaq dedim, Pəriş istifadə edir. Pəriş bitirəm. El kremi. Mən götürmüşəm də parfümlü, mən də onu sevirəm. Amma bu istə bitsin də. Amma beşli parfümlərimiz var. Bunlar almışdıq. Bu Miniso'dan. Miniso'dan almışdım ama inanın ki hiçbir kokusu yoktu. Sadece görüntüsü var. Bizim beşli parfümlerimizin formasında da eyni, ama bizim o beşli parfümlerimizin kokusu daha qəşəngdir. Yok da bunun kokusu. Parfümlü kremlerimizin daha doğrusu. Şöyle, bu da Victoria's Secret'in hangi seriyasıdır bacı bu? Night. Bunda mənə Lola Padarka vermişdi. Özünə almışdı. Bunun bir neçə növün. Bunda mənə verdi. Ümumiyyətlə Lola'da bir xasiyyət var. O belə böyük bir alış-veriş eləyir. Mütləq şəkildə. Məsələn, bunun içindən 3 növün almışdım da bacı, hə? Onun mütləq şəkildə mənə, nə bilim, ya ətrafında sevdiyi insanlar təbii ki, nəzərdə, ailəsindən mütləq şəkildə necə olursun. Yəni özdə bilirsiniz, Victoria's Secret bahalı markadır. Yəni digər nisbətən markalara görə biraz yəni bahadır. Mütləq şəkildə hədiyyə verir. Bunda o mənə hədiyyə vermişdi. Çok güzel de kokusu var. Bu kokusu yadımdan çıxır. Hə. Mən bu da balaca bir çilimdə var. Güzel. Ambarın aşağı mütləq şəkildə sumkamda olur ki, birdən olur ki biz yolda gələ-gələ də təcili bir sifariş olur. Yəni nə bilim nəsə də indi vacib olan kimin üstündədir. Yəni Lola'dan birbaşa evə yox, orada dönə bilirik.
Bir də belə bir parfümüm var. Bu parfümdə Lola almışdı, bəyənmişdim. Sonra dəsən alanda onun üçün də hədiyyə çıxdı. Hə, hədiyyə Deməli qızlar, mən mini parfümləri sevirəm. Çantamda da gördüyünüzdə mini parfüm var idi. Mini parfüm almışdım, Pərvin onu bəyəndi. Sonra mən yenə bir sifariş elədim. Sephora'dan sifariş elədim. Sephora'dan bunu bilirsiniz ki, yəni yeganə bizdədir ki, məhsulların yanında tester hədiyyə vermirlər. Vermirlər də, yəni nə qədər məhsul alsınlar vermirlər. Buradakı brend mağazalarda. Amma Sephora'dan zakaz vuranda hər bir üzərində qəşəng hədiyyələr. Bu da hədiyyə gəlmişdi üzərində qəşəng tester. Bəyənmiş deyə verdim pərşəm. Olsun mənim varım. Bitti. Heç nə qızlar, çantamda nə var videomuz? Hələ ki. Bax, verirsə hamısı hədiyyə. Hələ ki bu qədər. Oğlan verdi hədiyyələr hamısı baxır. Hələ ki bu qədərdir. İndi inşallah, yəni belə deyim də, hazırlıqlı çıxmamışdıq ki, evdən çantanın içərisinə dolduraq. Bir dəfə inşallah harasa gedəndə ki, o ki, məsələn, tam sumkanı doldururuq, falan şey lazım olar, o lazım olar, bu lazım olar. Onda da ikinci partiya bir çantamda nə var videosu sizlər üçün çəkərik. Əgər maraqlı olursa, kommentlərdə 100% qeyd edin qızlar. Aktivlik qızlar, aktivlik var, Allah çox zəif görürəm. Yəni siz aktiv olmayanda biz də həvəsdən düşürük. Ağlımızda olan o videoları çəkmək istəmirik. Çalışın ki, aktiv olun ki, siz aktiv olanda bizə daha da belə həvəs gəlir ki, onu da çəkək, bunu da çəkək. Siz aktiv olun, bütün videolara baxanda bir dənə like, yəni vurmaq çətin bir şey deyil. Like eləyin, qayd eləyin, rəy yazın, ürəyinizdən nə keçirsə, yaxşı rəylər təbii ki. O fake'lərdə, yəni başlamayın yenə. Bir gün o işimi gücümü atacağım. Neyse, yaxşı rəylərdən yazın və yaxud da bizdə hansı videoları görmək istəyirsinizsə onlar barəsində yazın. Çəkdiyimiz videolardan sizə ən çox maraqlısı hansıdır? Hansı tərzdə bir videolar gəlməyini istəyirsinizsə yazın, biz də sizlər üçün çəkək. Heç nə qızlar, indilik öpürük sizləri, yaxşı ki varsınız, özünüzə yaxşı baxın, hələlik.